Salam əziz izləyicilər, Azərbaycan incəsənətinə ağır itki üz verib, Azərbaycanın xalq artisti Rasim Balayev vəfat edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Qeyd olunub ki, tanınmış aktyor İstanbulda yerləşən Memorial xəstəxanasında dünyasını dəyişib. Məlumata görə Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi. Hazırda xalq artistinin nəşi İstanbuldadır. Qeyd edək ki, Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kino studiyasında Ulduzlar Sönmür əsərində kiçik bir rolda çəkilib. Oynadığı Nəsimi, Babək və Dədə Qorqud filmlərindəki rollarında tamaşaçıların sevgisini qazanıb. Azərbaycan Film Kino Studiyasının nəzdində fəaliyyət göstərən kino aktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. Bu şirin söz, azadlıq, sənin birinci saatın, xoşbəxtlik səhnəsi, mən hələ qayıdacağam. Birisi gün gecə yarısı kimi filmlərdə o epizodik rol oynayıb. Özbək film, Mosfilm və başqa studiyalarda filmlərə çəkilib. 1990-cı il 18 yanvarından 2013-cü ilə qədər Azərbaycan Kinematografçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildən isə Azərbaycan Kinematografçılar İttifaqının sədri seçilib. Rasim Balayev şərəf, şöhrət, istiqlal və Heydər Əliyevin 100 illiyi 1923-2023 yubileyi medalı ilə həmçinin bir sıra digər dövlət mükafatı və medallarla təltif olunub. Allah rəhmət eləsin.